Almanya'ya yeni geldiğin zaman hiç kim sana bunları demeyecek. Almanya'da heç nə tek başına işləmir. Hər şey birbiriyle bağlıdır. Və sən bu ölkəyə bu zincirin kənar halqası kimi gəlirsən. Gəldiyin zaman anmeldung olmalısan. Anmeldung olmaq üçün ev tapmalısan. Ev tapmaq üçün maaş sənəd lazımdır. Maaş üçün bank hesabı lazımdır. Bank hesabı üçün yenə anmeldung lazımdır. Anmeldung üçün mütləq bir ev kirayə eləməlisən. Və yenə qayıdırsan əvvələ. Deyirsən ki, sənədlər tamdır, amma əksiyi çıxır. Termin almaq istəyirsən, 4 həftə sonrasına termin verirlər. Bir iş bitdi deyirsən, başqa bir sənəd ortaya çıxır. Və görürsən ki, aylar keçib və sən hələ həyat qurmağa başlamamısan. Sadəcə başlamaq üçün mübarizə aparırsan. Həyat qurmaq bir yana, başladığını sübut etməlisən. Almaniyada bir sistem var. O sistem əvvəlcə səni tanımaq istəyir. Amma ilk etapda səni bir insan kimi yox, bir sənəd kimi görür. Sənin səsini yox, vergi nömrəni eşidir. Səni görmür, qeydiyyatını görür. Amma qəribə olan bilirsən nədir? O dövranın içinə bir dəfə düşdün, hər şey yavaş-yavaş yerinə oturmağa başlayır. Sistem səni qəbul etdikdən sonra deyirsən ki, çətin idi, amma indi həyat sadələşməyə başladı. Sistem yerinə oturdu və sən özünü güvəndə hiss edirsən. Və nəhayət, yeni həyatın xeyirli olsun.